Ay taksi şoferləri, biz sizdən də pis gündəyik. Hər vaxtınız xeyir, əziz və hörmətli sürücü qardaşlar. Bildiyiniz kimi Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi 2021-ci il 11 oktyabrda yaradılmışdır Rabitə Nəqliyyat Yüksək Texnologiyalar Nazirliyinin nəzdində. Və agentliyin məqsədi nəqliyyat sahəsində, avtomobil nəqliyyatı sahəsində idarə etməni təkmilləşdirməkdir. Ki, yəni bu günləri açıq-aydın görürük ki, nə taksidə, nə beynəlxalq yük daşımada heç bir təkmilləşdirilmə və idarə etmədən söhbət gedə bilməz və yaxud da irəliləyişdən söhbət gedə bilməz. Mənim sektorum Azərbaycan beynəlxalq yük daşıma sektoru olduğuna görə bu günləri beynəlxalq yük daşıma sektorunda olan çətinliklərdən danışmaq istəyirəm. Ki, daşınma qiymətləri bəllidir hal-hazırda. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi bu günləri buraxılış tələb eləyir, sürücüdən taxokartı tələb eləyir, sertifikat tələb eləyir. Hətta belə fiziki şəxslər ki var, öz adına bir dənə firma açıblar, onlardan menecer sertifikatı tələb eləyir və menecer sertifikatı olmadığı halda icazə vərəqələrinin verilməyəcəyi barədə artıq xəbərdarlıq da eləyib ki, menecer sertifikatı almaq vacibdir. O mövzuya da gələcəm. Ki, menecer, deyəlim ki, mən sürücüyəm, menecerəm, getmişəm Polşaya, mən özüm orada Azərbaycanda deyiləmsə, mənə icazə vərəqəsini heç kim gedib ala bilməz. Yalnız menecerin özü olmalıdır. Mən deməli Polşadan minməliyəm samolyota, getməliyəm Bakıya, Bakıdan da təzədən icazə vərəqəsi almalıyam, qayıtmalıyam Polşaya. Çox gülməli vəziyyətdir. Yəni ayına bu günləri hər şeyi tələb eləyir. Bir dənə nə daşınma tarifi, nə bir daşınma qiyməti barədə, nə Tarif Şurasına və yaxud da Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə və yaxud da Azərbaycan Nəqliyyat Rabitə Yüksək Texnologiyalar Nazirliyinə bir müraciət eləmir ki, qardaş, bu hər şey tələb eləmişik sürücüdən. Bunun üçün bir bəs daşınma qiyməti, daşınma tarifi çıxardağın. Bu sürücülər niyə 500 dollara 2500 kilometr yolu sürməlidir? Hələ biz ən bərbadıq, taksilər şikayət eləyirlər ki, qiymətlər ucuzdur, nə bilim, saxlamağa yer yoxdur. Ay taksi şoferləri, biz sizdən də pis gündəyik. Valla, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi yaranan gündən Azərbaycan nəqliyyat sektoru tam çökmüş vəziyyətdədir. Bu gün artıq çöküşdədir. Kabinetdə oturub qərar vermək bəli, yaxşı fikirdir. Mən də gedib kabinetdə oturub qərar verə bilərəm, amma qərarı verəndə baxmaq lazımdır ki, bu sürücü hansı çətinliklərlə qarşılaşacaqsınız. Bu günləri Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məndən hər şeyi tələb edirsinizsə, sertifikat, taxokart, nə bilim, taxokart üçün kurs, onun pulunu ödə, bunun pulunu ödə. Mənim bir daşınma tarifim yoxdursa, rəsmi əmək haqqım yoxdursa, sürücü üçün rəsmi əmək haqqı sistemi yoxdursa, sürücünün daşınma qiyməti yoxdursa, onda mən o qurumu nə edirəm, nəyimə lazımdır? Məqsədiniz nədir? Bu qədər insanı narazı salmaqda həm taksi sürücüsünü, həm tur sürücülərini, həm avtobusda sərnişinləri narazı salmaqla məqsədiniz nədir? Nə etmək istəyirsiniz? Bir dənə bunu çıxın cəmaata deyin ki, məqsədiniz nədir də? Hər vaxtınız xeyir, əziz və hörmətli sürücülər və daşıyıcılar. Neçə ildir təkrar deyirəm ki, bir ölkənin ki, illik yük daşıma qabiliyyəti 8000, 9000 yük nəqliyyat vasitəsindən yuxarı keçmir və siz də gedib Avropadan ikinci əl nəqliyyat vasitələrini alırsınız, gətirirsiniz, nəqliyyat vasitəsinin sayını qaldırırsınız 15 minə, 16 minə, sabah bu ölkədə icazə vərəqəsi çatışmamazlığı, yük çatışmamazlığı yaranacaq. İllik daşınma olan limiti 6 aya daşıyırsınız, qutarırsınız, oturursunuz. Ondan sonra da 3 ayda, 4 ayda xarici ölkələrdə oturub gözləyirsiniz. Hər yük daşımada 15-20 gün ki, görək yük tapıb necə gedək Bakıya. Bəs mən bu sözü deyəndə bəzi adamlar çıxdı dedi ki, bu millətin qənimidir, bu istəmir ki, yetim-yesir qabağa getsin, kreditlə, güzbala ilə maşın almışıq, işlədirik. Bəs indi niyə işləmirsiniz, qardaş? Bəs deyəndə adama niyə qulaq asmırdınız? İndi 500 dollara Moskvadan yük daşıyırsınız və yazığınız gəlmir o maşınlara, hayfınız gəlmir. Diqqətinizə görə təşəkkür edirəm.